Hörmətli izləyicilər, əgər siz də pensiyaların artmasını və pensiya yaşının azaldılmasını istəyirsinizsə, videonu bəyənib paylaşaraq dəstək ola bilərsiniz. 65 yaşına çatmış şəxslərin əmək müqaviləsinə xitam verilir. Xəbərə doğru xəbər verir ki, bu yaşdan sonra işləmək istəyənlərin narahat edən məsələlərlə bağlı ətraflı məlumat verilib. Mövcud məsələ ilə bağlı açıqlama verən Milli Məclisin İqtisadi, Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov da müəyyən edilmiş yaşa çatan işçilərin bir qayda olaraq işdən çıxarılmasının düzgün olmadığını bildirib. Onun fikrincə, uzun müddət əmək prosesində işləyib, təcrübə toplamış belə şəxslərin bilik və bacarıqlarından yararlanmaq lazımdır. Belə müraciətlər bizdə çox olunur. Lakin 65 yaşa çatmış kifayət qədər iş və əmək qabiliyyəti olan şəxslərin təcrübəsindən bəhrələnmək daha faydalı olar.